Allah Teala Quranda buyurur ki: "Və la tekunu kellezine nesullah fe ensahum enfusahum." Yəni o kəslər kimi olmayın ki, onlar Allahı unutdular. Allah onlara özlərini unutturdu. Öz nəfslərini unutturdu. İnsanın Allahı unutması günahlar ilə olur. Asiliklərlə olur. Günah edən insan Allahı unutmuş sayılır. Çünki insan günaha yönəldiyi zaman Allahın əzəmətini dərk etsəydi, addım atmazdı. Deməli, həmən anda insan unutmuş olur. Həmçinin o insanda cəhalət vəsfi hasil olmuş olur. Və Allah Teala onlara özlərini unutdurar, buyurur ki, nə deməkdir? Allah Teala o insanlara öz xeyirlərini unutdurar və bir də öz zərərlərini unutdurar. Və Allah Teala o insana öz xeyrini unutturur. İnsan bilmir xeyri hardadır. Və ona görə elə bil ki, sərgardan gəzir. İnsan xeyrin harda olduğunu bilməsə, necə onu etməlidir? Görsən, ondan yan keçir. Və həmçinin zərərləri unutturur və zərərlərin də unutması nəyə gətirib çıxardır? İnsanın o zərərlərə düşməsindən səbəb olur.